Bir daha hamınızı salamlayıram. Bu cümə günü sizə bərəkət arzu edirəm. Bugün toxunmaq istədiyim məsələ kasıbçılıq, əhali artımı və bunun səbəbləri ilə bağlıdır. 2025-ci ilin statistik məlumatlarına görə Ermənistanın artımı 2% təşkil edib. Yəni Ermənistanda əhali 2025-ci ilin yekunlarına görə 80 min nəfər artıbdır. Azərbaycanda isə təbii artım 0,3% təşkil edib və Azərbaycanda əhali cəmi 32 min nəfər artıbdır. 30 min, 40 min arası artıbdır. Nə ilə əlaqədardır Azərbaycanda əhali artımının Ermənistana nisbətən aşağı düşməsi? Bu bir həyəcan təbili çalmırmı, bir problem yaratmırmı? Zənn edirəm bunun iki səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, Azərbaycanda bir kasıbçılıq var. Kasıbçılıq iki şeydən qaynaqlana bilər. Birincisi, ola bilər təbii səbəblərdən ya ölkənin iqtisadi resurslarının zəifliyindən insan işləyir, çalışır və müəyyən qədər gəlir əldə edir, amma yenə də o kasıbçılıqdan çıxa bilmir. Burada bu təbii obyektiv bir səbəbdir. Bir də bəzi hallarda kasıbçılıq insanların iqtisadi əlçatanlığının zəifliyindən əmələ gələ bilər. Sosial təminatının zəifliyindən əmələ gələ bilər. İqtisadi proseslərin düzgün idarə edilməməsindən əmələ gələ bilər. İşlə təminatın şəffaf olmamasından bir sıra hallarda əmələ gələ bilər. Və yaxud da ki, insanların əldə etdiyi gəlirlərin əslində onların real həyatını təmin edəcək səviyyədə olmamasından əmələ gələ bilər. Ki, ikinci olan hallar təəssüflər olsun ki, ölkəmizdə kifayət qədərdir. Sizə özümdən bir misal verim. Mən iki diplomum da fərqlənmə diplomudur. Amma mənim müraciətlərimə bir sıra hallarda sadəcə olaraq rəsmi cavab verilibdir. Mən 4 evlad böyüdürəm, 4 əskər böyüdürəm və bunları zaman gəldikdə ölkəni qorumaq üçün hərbi xidmətə göndərəcəm. Bax belə, indi əhali niyə azalır? Əhali bir sıra hallarda bax bu səbəbdən azalır. Birinci olaraq, maddi gəlirlərin çox aşağı səviyyədə olması, insanların iş tapa bilməməsi. Buna görə bu şeylərə zənnimcə diqqət yetirməyimiz lazımdır. Ölkə olaraq diqqət yetirməyimiz lazımdır. İqtisadiyyatda məsul olan qurumların diqqət yetirməsi lazımdır. Ölkədə iqtisadi siyasətin hardasa müəyyən qədər dəyişməsi lazımdır. Əhalinin azalmasının ikinci səbəbi isə bugün bir videoya baxdım. Bir şəxs Türk xalqının başına gələn ən böyük bədbəxtliyin İslam olduğunu deyir. İslama qədər türklərin yüksək səviyyələr, zirvələr əldə etdiyini deyir və İslamdan sonra türklərin bədbəxt olduğunu deyir. Həqiqətən insanlar türk tarixindən bu qədər məlumatsızdırlarmı, yox sözlərimi belə aparırlar. Müsəlman olmayan bütün türk xalqlarının əksəriyyəti assimilyasiya olub və milli kimlik şuurlarını itiribdir. Milli kimlik şuurlarını itiribdir, ruslaşıb və yaxud hansısa başqa bir xalqın tərkibində əriyib gedibdir. Yalnız İslam türklərin milli şuurunun qorunmasına yüksək dərəcədə təsir edibdir. Bugün müsəlman olan bütün türk xalqlarının dövlət təsisatı vardır. Müsəlman olmayan türk xalqları isə başqa dövlətlərin tərkibindədirlər. Bax belə, bu belə. Yəni milli mənəvi dəyərlərin, xüsusilə dini dəyərlərin cəmiyyətdə təsirinin azalması da xalqımızın çoxalmasının, artmasının qarşısında bir maneədir, təəssüflər olsun. Hər bir halda müvafiq instansiyalar və qurumlar bu haqda düşünməli, bu haqda fikirləşməlidirlər. Ölkənin iqtisadi siyasətində məsul olan şəxslər bu haqda düşünməlidirlər. Gənc nəslinin tərbiyəsinin qarşısında məsul olan şəxslər bunu düşünməlidirlər. Bu artım tempi ilə biz azalmağa doğru gedəcəyik, amma daim böyrümüzdə təhlükə olan Ermənistan artmağa doğru gedəcək. Başqa göstəricilərdə də çox qəribə fərqlər hiss edirik. Ona görə əziz, dəyərli dostlar, həmvətənlər, ölkəmiz iki amillə ayaqda durar, güclü olar. Bir, milli, mənəvi, dini dəyərlər. İki, düzgün iqtisadi yanaşmalar. İqtisadi sərvətlərə əlçatanlığın artması, hər bir kəsin öz qabiliyyətini reallaşdıra bilməsi. Hər kəsə uğurlar arzu edirəm.